Kanalımıza salam dostlar. Bugün sizlerle beraber gördüğünüz bu gizli yeri eləyəcəm. Düzdür, deyirsiniz ki, yani bu ne gizli yeri ortada görükür. Ama dostlar, mən bunu yani normal bir yerdə eləmişəm də. Siz bunu dağın yerində də eləyə bilərsiniz. Yani üst tərəfi torpaq idi. Bunu da qıra bilərsiniz. Yani heç kim yalandan qoymaz. Ama siz yerin bildiyini qoyub aça bilərsiniz. Və yaxud da evinizdə eləyə bilərsiniz. Onu da bilməz. Və indi gəlin bu gizli yeri sizə təqdim edim. Gizli yerə girəndən sonra yani ilk blokdan keçəndən sonra gördüyünüz kimi mexanizması var. Yani burada qapılar olsa belə, yani qapılar olsa və yaxud da buradan keçən olsa. Buradan keçən ama yani məntiqdən fikirləşəndə buradan keçən bir tuzaq olduğunda dayanır. Yani burada oklar var, görürsünüz. Yani burada dayansa belə o öləcək. Yani oxlarla və yaxud da baxın, sizə tövsiyə edirəm ki, zəhər oxu, zəhər büyülü ox və hasar, anında hasar büyülü oxu qoyasınız ki, həm o zəhərlənsə canı tez-tez getsin, həm də anında hasar onun canının bir qismini götürür. Yani bunun sayesinde gəbərib gedəcək. Yani sizin gizliyinizə girib lazımlı eşyanızı və yaxud da neyse oğurlamağa çalışmayacaq. Yani bu daha da çok yaxşı bir şeydir əslində. Onun üçün gəlin sizə bir göstərim də bu mexanizmanı necə düzəldəcəyimizi göstərim. İlk önce 7 blok, 7 kub uzunluqda yer eləyirik. 1, 2, 3, 4, 5, 6 ve 7. Şimdi buranın tam 4. blok, yani 1. 2. 3. 4. bloku görürük. Bir dakika səhv elədim, başlayayım. Tekrardan 3 blok uzunluq eləyirik. Yox, hündürlük. Hündürlük 3 blok, uzunluq isə 7 blok olmalıdır. Sonra tam 4. bloku görürsünüz. 1, 2, 3, 4. Yani bu gördüğünüz 2 bloku kırdık. Ondan sonra bunu bir arkaya koyuyoruz. Ondan sonra pistonları vazgeçmeye koyuyoruz. Bura bir redstone meşalesi, bir de redstone koyuyoruz. Gördüğünüz gibi ikisi de işledi. Yani bunu koymasa bu işlemeyecek. Yani bu atılmayacak. Yani bunu da koymalıyız ki mekanizmanın gizliyen işlemesini için. Yani bu da adi duvar kimi görəcək. Buraya basanda yani bu konuya koyuyorsunuz. Onda atılacaq. Yani istediğiniz kırabilir. Yani bunu kırsak canlı halde bize gelecek. Sonra burada koridor kimi eləməliyik, ama sıx koridor kimi eləməliyik ki, qoy görməsinlər. Çünki geniş olsa divardan görəcəklər həminki o əşyanı görənlər biləcəklər ki, bu tuzaqdır və getməyəcəklər və yaxud da üstündən atacaqlar. Yəni siz də qaçmasının üstündən atacaqsınız. Əlbəttə, amma siz biləcəksiniz də yəni onu. Amma təzə girən ya da gizli yerinizi tapıb təzə girən, yəni ondan xəbəri olmayacaq. Ona görə düz gedəcək. Yavaş getsə belə dediyim kimi alacaq. Çünki yani o gəbərib gedəcək. Əşyalar da düşəcək. Yəni həm onun əşyasını da siz götürə bilərsiniz. Məsələn, player oynayan tabii ki əşyalar düşəcək də. Amma əşya düşməsini açsaz, düşməməsini açsaz, onda düşməyəcək, amma açıq olandı yəni. Əşya düşməsi açıq olan, açıq olanda biz ki əşya düşəcək və siz də onun əşyalarını götürüb bundan təzədən onun əşyasını verə bilərsiniz. Yəni lazım olan ehtiyacınızı da həmin bundan qarşılaya bilərsiniz. Yəni tam bir cəza çəkmiş olacaqdır.
Aslında oğurun yerdi. Yani peşman olacaqca oğurlama. Neyse çok danışmayaq. Yani boş danışmayaq. İndi bura gördüğü zaman koydu. Buranı yani sonra o koyduğumuz eşyanın arkasındaki bloğa, yani arkasındaki bloğa bir ədəd hərəsinə bir ədəd meşaləni qoyuruq. Amma divara dəyməlidir. Başa düşürsünüz. Beləncə yerdə olmamalıdır. Burada divarda olmalıdır. Yəni onun üçün də divara basacağız. İndi burada bunu qoyursuz bura. Bir blok arxaya. Qabağa yox. Çünki qabağa olanda görünür də biraz. Biraz görünür. Onun üçün daha yaxşı olar. Belə qoymağı. Onun üstüne de qoyursunuz ki daha yaxşı səsin. Hə, bir də bilgi verim, yəni bilməyənlər ola bilər. Məsələn, bunun üstünə qoymaq üçün bilirsiz ki, normal basanda açılır, amma əyilib bunu qoysaz, onu da üstünə qoya bilərsiniz. İndi keçir. İndi burada necə eləmişdik? Həminki qaydada edirik. İndi bir ədəd birinci qoyuq. Sonra bir də beləncə məsələn divarların yanında olanda bu divara bassazda onun üstünə düşə bilər. Yəni əyilməyə çox ehtiyac qalmaya bilər, amma divarların yanında olsa. Yəni aslında indi isə buranı azaldırıq. İncəldirik buranı. İncəlir. Burada da 2 blok olur. Bu incələndə bu da belə bir şey olacaq. Bunun altında da. Bunları bir ədəd arxaya gördünüz. Bəs bura qoymuşam, amma bura qoymalıyam. Bir ədəd arxaya. Demişəm bura da eləməliyim. Yəni bir ədəd arxaya. Bura. Yəni 2'ye 2 eləyək. İndi mən 2'ye 2 bura lavabamızı qoyaq. Vedrəsi olsun. İçində lavabam vedrə olsun. Yenə koyduk. Burada. Bir də bunu deyim. Xəbəriniz olsun. Bu sürət iksirləri olur. Onu itib keçə bilərlər bu 4 yerdən. Qaçıb yəni onu içsələr buradan keçə bilərlər. Ona görə siz maksimum 6-8 blok uzunluqda eləməlisiniz. Yəni hər ehtimala qarşı deyirsə 6 blok uzunluqda eləməlisiniz. Amma mən indi video qısa olsun deyə, yəni çox uzun olmasın deyə 4'də 4 eləyirəm. 4 blok eləyirəm. 4 blok olmalı. Burada işləmir elərik. Bu normal şeydir.
Yani onsuz da gözləmirdim işləməsin. Çünki biz yani uzatmamışıq. Tokları bura gətirməmişik. Görürsünüz geldi. Yani bunu dümdüz eləyirsiniz düz. Bloğun arkasına hazır olur. Bunu siz qıraq. Yani bunu da eləyib yandırmalısın. Yani bunu sonra bağlaya bilərsiniz. Və yaxud elə dağıncanın içində eləyirsinizsə yenə də şey olmayacaq. İndi bakın keçin açıldı. Yani buradan keçin açılacaq. Ondan sonra da lavın içine düşəcək. Yani hətta istəyirsiniz bunların içine lazım olan oxları qoyaq. Bir dəqiqə. Zəhər bu. Bir adet bundan. Bir adet de bundan qoyuruq. Birini bundan qoyacağıq. Birini ise. Yani indi bura gələn hər ihtimala qarşı öləcək. İstəyirsiniz mən bir dənə tez canlı, yəni canlı moda keçim. Gəlin. Bəli dostlar, tekrardan qarşınızdayım. Gördüyünüz kimi canlı moda keçdim. Bir adet ihtiyacımız var burada. Tekrardan bunu koyuruq. Hə. İndi dostlar, bastıram bura. Burada bir problem yok. Gördüğünüz gibi. Yani bura girən gəbərib getdi. Yani ox dəyən kimi gəbərdi getdi. Dostlar, bir de gördünüz ki zəhər effekti hələ gəlməmişdi. Yani anında hasar oxu məni gəbərtdi getdi məndə. Yanaraq yolub gedirik yani. Yanıb yolub gedirik. Tekrardan bakın. Hı? Hop. Dakika. Dostlar bir adet düşüp ama normalde 64 idi. Oxlar qurtardı. Mən sizə ox doldurup gəlməyim də, onu göstərdim. Yani gördüyünüz kimi işlədi də, yəni həqiqətən işə yarar. Bir makinədir. İşə yarar da, işə yarayandır. Gördüyünüz kimi. Burada bir neçə də düzəltmişəm. Eynisin. Eynisin belə. Buradadır. Burayı. Zəhər. Dostlar, mən yer qarışıq salmışam. Yani buraya. Gördünüz, anında hasar. Oxu unut mənə gəbərtdi, zəhər də mənə vurdu. Yani, bakın. O yani gəbərib gedirəm. Canım gedir. Ama bir de dayan. Ne odanlık gəlir. Gördünüz necə? Bir ədəd də göstərəcəm. Çünki əmin olasınız deyə. Baxın, bir dəfə də girəcəm. Bu səfər tam o blokun üstündə qalacağım. Mən biraz baxın. Yəni canım o yedirdi yani. Canım gedir. Gördüğünüz gibi video baktığınız için çok sağ olun dostlar. Görüşerik. Hələlik.